Əziz həmvətənlər, dəyərli mələklər, hörmətli ziyalılar, müəllimlər və hörmətli Ziyafət xanım. Ziyafət xanım haqqında təqdimat verilir bizim aparıcı. Ziyafət xanımın gördüyü işlər göz qabağındadır. Həm bizim Beynəlxalq Elm və Mədəniyyət Mərkəzində mədəniyyət məsələləri üzrə sədr müavinidir, həm də bu bağçanın direktoru kimi əvəzsiz, təkrarsız və öz gücünə, öz potensialına heç kimin kömək olmadan bu bağçanın qrupu yaradıb və nəticələr də göz qabağındadır. Mən yaşıma görə çox böyük tədbirlərdə iştirak eləmişəm, böyük tribunalardan çıxış eləmişəm, hətta penitensiar xidmətdə ən qatı cinayətkarların qarşısında çıxış eləmişəm. Amma bu cümlərimizin Quranın məsuliyyəti daha böyükdür. Çünki Peyğəmbər sallallahu aleyhi və sallamdan bir dəfə səhabələr deyir ki, bir tədbirimiz var. Sevgili Peyğəmbərimiz buyurur ki, elə yerə aparın ki, oradan məndən böyük insan olmasın. Onu da uşaqların içərisinə gətirirlər və Peyğəmbər gülümsəyərək dizini yerə atır. Bu filan balaların hamısının üzündən öpəndən sonra bunlar hamısı məndən böyükdür deyil. Burada olan uşaqlar Allah'tan sonra yeryüzünün ən böyük mələkləridir. Çünki bu bunların suçu yoxdur və müqəddəs Quranımızda oğlan uşağının suçu 13 yaşdan sonra başlayır yazılmağa, qız uşaqlarında 9-10 yaşdan sonra. Buradakı mələklərində yaş senzinə nəzər salsaq, hələ 6-7 yaşlarındadır maksimum. Və bunlar mələk statusundadır. Heç bir günah yazılmıyor bunların kitabında. İnşallah da ki, bu gözəl filan balalarımız Azərbaycan xalqının gələcək nazirləri, baş naziri, generalı, ordu generalı, Azərbaycan Respublikasının gələcək prezidenti və prezidentləri bu körpələrin içərisindədir. Buna heç bir şübhəm yoxdur. Amma ilk növbədə bu müəllimlərə mən təşəkkür edirəm. Yenə sevgili Peyğəmbərimizdən bir qutsal hədis var ki, mənə bir hər öyrənən müəllimə 30 il qul olaraq. Müəllimin əməyi öyrənməz, müəllim ikinci valideyindir. Mən şəxsən qəbristanlığa gedəndə valideynimə rəhmət oxutmamışdım öncə. İlk birinci sinif müəllim olan Səriyə müəlliməni ziyarət edirəm. Çünki mənə əlifbanı öyrədi, hərfləri öyrədi və mən onun öyrətdiklərinin nəticəsində orta məktəbi qızıl medalla tutarmışam. Ali məktəblərin hamısını fərqlənməklə tutarmışam. 23 yaşında elmlər namizədi, 27 yaşında ən cavan elmlər doktor olmuşam. Bütün bunlar yuxarıda uca Allahın verdiyi və aşağıda da müəllimlərimin hamısının əvəzsiz, misilsiz xidmətləridir. Müəllimlərin qarşısında bir daha ehtiramla sizin hamınızın qarşısında bu uşaqların adından baş əyirəm və sizin əməyinizin əvəzsiz və təkrarsız olduğunu bir alim, bir zəalı kimi xüsusi qeyd edirəm. Uşaqları elə böyütmək lazımdır ki, uşaqlar ilk növbədə uca Allah'ı sevsinlər. Baxın, mələklər bunlar hamısı bizdən gözəl və təmizdir. Görün, indi bunları bizə verən uca Allah özü necə təmizdir. Əsr böyük rəssam Allah'dır. Allah'ı da sevdirmək üçün orta məktəblərdən çalışır uşaqlara Quran dərsləri, sevgili Peyğəmbərimizin həyat yolunu. Çünki bunlar həyata atılacaqlar. Heç də həyat rahat deyil. Kataklizmlərlə, ekstremal şəraitlə həyat doludur. Və bu ekstremal və kataklizmlərlə hətta quyuda, zindanda olsa da belə insan Allah'a sığınmaqla, Allah'ın hükmündən möhkəm yapışmaqla, səbrlə, təmkinlə, əqidə ilə və iraidə ilə çıxır. Necə ki, Həzrəti Yusuf çıxdı, necə ki, Peyğəmbər daşqalaq olanda, Məkkədən Mədinəyə hicrət edəndə və yoluna bütün sədlər çəkiləndə, ağılla, idrakla, səbrlə və bir daha Allah'ına bağlanmaqla bütün vəziyyəti ələ aldı və bugün 1500 il onun həyat və fəaliyyəti, elmi öyrənilir və öyrəniləcəkdir. Nə qədər bəşəriyyət var, Peyğəmbərlərin həyatı bizə bir örnəkdir. Və gəlin hər birimiz bir Peyğəmbər həyatını özümüzə örnək götürək və bu uşaqlara öyrədək ki, o vakuum yaranmasın heç vaxt mənəviyyatda. Bir insanın mənəviyyatı, şəxsiyyəti, əqidəsi yoxsa mənim gözəl balalarım, gələcəkdə onun çoxluqlar dövləti vəzifəsi, rütbəsi olsa da, yenə o kasıbdır, boşdur və mənasızdır. Sadəcə və sadəcə biyoloji varlıqdır.
Bir daha sizin hamınıza səmimi təşəkkür edirəm. Hörmətli əziz Ziyafət xanım, Allah Cəllə Cəlal və əziyyətinizi yerə vurmasın və bu balaların yaxın gələcəkdə, yaxın 10 ildə böyük uğurlarını bir yerdə izləməyi uca Allah bizə nəsib edəsin. Təşəkkür edirəm.